Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Sizə yüksək texnik peşə barədə danışacağam. Qısa, konkret. Baxın, yüksək peşədə hər ixtisası yazmayın. Mən sizə bunu mütləq tövsiyə edirəm. Mühasibat yalnız mühasibata verir. Görürsünüz, mühasibat çoxu mühasibata verir. Yəni bunun ali məktəbə giriş imkanı, yəni sizin diplom ortalamanız yüksək olacaq, bura qəbul ola bilərsiniz. Amma buna baxın, media və audiovizual texnologiyanın istismarı görün nə qədər ixtisas aça bilir. Amma burada da yenə də qabiliyyət tələb edən ixtisaslar var və bu da müəyyən qədər qiymət ortalamanız yüksək olmasa universitetə girmək şansınız azdır. Moda dizayn verir dizayna, demək olar ki, qəbul şansınız yox kimi bir şeydir. Çünki test bal yığanlar ancaq bu yerləri tutur. Web dizayn proqram təminatı kompüter mühəndisliyi və dizayna verir. Bu web dizayn olduğuna görə dizayn açır. Proqram təminatı olduğuna görə isə kompüter mühəndisliyi açır. Burada da bir məsələ var ki, qiymət ortalamanız yüksək olsun. Heç olmasa öz əllərə rayona düşə biləsiniz. İnteriyer dizayna gələndə isə bunu yazmaq olar. İnteriyer dizayn memarlığa verir. Qabiliyyət tələb etməyən memarlıq sahəsi Bakı Mühəndislik Universiteti və Xəzər Universiteti, Naxçıvan dövlətdə var. Düşmək şansı yarana bilər. Aşağı balla belə qəbullar mümkündür. Proqramla idarə edilən sənaye avadanların texniki istismarı var. Bu da mexanika mühəndisliyi verir. Oğlanlar bu ixtisası yazın. Bura qəbul, hətta pulsuz belə Bakıda Dövlət Universitetinə düşə bilirsiniz aşağı balla. Kənd təsərrüfatı və inşaat texnikasının istismarıdır. Qiymət ortalamanız yüksək olmalıdır ki, heç olmasa nəqliyyat mühəndisliyə düşə bilərsiniz. Elektronika və kommunikasiya sistemlərinin istismarı isə elektrik elektronika mühəndisliyinə verir. Qiymət ortalamanız normal olmalıdır ki, düşə bilərsiniz. Və yaxud da sənaye və mülki binalarda elektrik avadanların quraşdırılması istismarı ixtisasıdır ki, bu da elektrik elektronika mühəndisliyinə və kommunikasiya sistemləri mühəndisliyə verir ki, qiymət ortalamanız normal olmalıdır. Kiber təhlükəsizliyin asılı biləcəyi ixtisaslar çoxdur. Yenə də qiymət ortalamanız yüksək olsa 3 ixtisasa informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kompüter mühəndisliyi yaza bilərsiniz. Binaların tikintisi və istismarı inşaat mühəndisliyi, kommunikasiya sistemləri mühəndisliyinə verir ki, ortalamanız yüksək olmalıdır. Sənaye avadanların quraşdırılması və istismarı kommunikasiya sistemləri mühəndisliyinə verir ki, qiymət ortalamanız normal olmalıdır. Kompüter sistemlərində proqramlaşdırma isə kompüter mühəndisliyinə verir. Eyni ilə web dizayn proqram təminatında olduğu kimi. Avtomatika sistemlərinin istismarı, bunu yaza bilərsiniz, xüsusən də oğlanlar. Mexatronika və robotexnika mühəndisliyi proseslərin avtomatlaşması mühəndisliyinə verir. Nəqliyyat vasitələrinin texniki istismarı ixtisası isə nəqliyyat mühəndisliyinə verir. Burada bilirsiniz də avtomobil üzrə var, bir də aviasiya üzrə var. Baytarlıq və heyvandarlıq işi isə baytarlıq təbəbəti zor mühəndisliyə verir, qəbul şansı azdır. Mehmanxana, restoran işinin təhkili isə bu da turizm işinin təhkilinə verir, qəbul imkanı azdır. Saç kəsimi gözəllik xidmətlərinin təhkili ixtisası isə əvvəl başqa ixtisas açırdı, indi isə ictimai səhiyyə və tibb bacısı qardaşı işi açır. Buradan da ali məktəbə girmək şansı demək olar ki, yoxdur. Baxın, bu siyahının davamı da var, amma əsas məsələləri, məqamları sizə vurğuladım ki, yüksək peşə ixtisası seçilərkən bu kimi məsələlərdə diqqətli olun. Yəni, hər yüksək peşəni bitirən və hər qiymət ortalaması olan ali məktəbə qəbul olacaq deyə bir şey yoxdur. Uğurlar, ixtisas seçimindən bağlı profildəki nömrəmə yaza bilərsiniz.